Hər birinizi salamlayıram. Çoxdandır video çəkmirdim. İstədim ki, bu gün sizlə öz həyat hekayəmi bölüşüm. Daha doğrusu bir uğurumu sizlə bölüşüm. Məni tanıyanlar bilir ki, öz şəxsi həyatımdan, elə ətrafımda çox danışmağı və insanlarla öz şəxsi həyatımı o qədər sosial mediada çox ciddi paylaşmağı sevmirəm. Amma ümid edirəm ki, bu paylaşdığım uğur faydalı olar və paylaşmaqdan məqsədim kiminsə özünü müqayisə eləməsi və yaxud da özünü yetərsiz hiss etdirmək deyil. Məqsədim bunu mən elə edə bilmişəmsə, mütləq şəkildə siz də edə bilərsiniz mesajını sizə verməkdir. Başlamadan əvvəl onu deyim ki, bu danışacağım hadisə sıfırdan bir iş tapmaqla bağlı bir şeydir, fərqli bir ixtisasda. Çünki biz adətən gənclərimizə inkişafla bağlı danışanda, onlara deyəndə ki, müxtəlif şəxsləri nümunə verəndə deyirlər olan imkanları fərqli olubdur. Olan imkanlarla bizim imkanlarımız arasında çox fərq var. Onlar bizim dövrdə yaşamayıb deyirlər. Mən amma bizim dövrdə yaşayan, elə bizim gənclərin içərisindən çıxan sadəcə bir gəncəm və düşünürəm ki, bu danışdıqlarımı tətbiq eləməyə çalışsaq, siz də eyni şəkildə bir müsbət cavab alacaqsınız deyə düşünürəm. Keçək artıq bizim mətləbimizə. Mən texniki sahədə təhsil almışam. Hal-hazırda texniki sahədə təhsilimi doktorantur üzrə davam etdirirəm. Bununla yanaşı mən 2025-ci ilin iyul ayına qədər Bakıda ixtisasım üzrə işləyirdim. Sadəcə 2025-in iyul ayında mən artıq öz doğulub boya-başa çatdığım rayona, yəni Qəbələyə gəldim. Qəbələyə gəlməkdən məqsədim də Bakı mənim üçün həqiqətən də bir marafon kimi hiss edirəm. Orada daim nə isə çatdırmalısan, hər daim bir qaçış içərisindəsən və hal belə olduğu təqdirdə də bu da insanı yorur. Bununla yanaşı insanların biraz duyğusuz olmağı, hər kəsin özü üçün yaşamağın Bakıda daha çox meylli olduğunu və səs-küyün, stressin və bir çox səbəblərin olduğu o dönəmlərdən qurtulub, bu arada 6 ilə yaxın ki Bakıda qalmışam. Bunlardan qurtulub rayona qayıtmaq istədim və beləliklə rayonda öz deyək ki, sıfırdan hətta deyərdim, bir həyatımı qurmaq istədim. Başladım gələn kimi iş axtarmağa. Təbiidir ki, öz ixtisasıma uyğun iş tapa bilmirdim. Bir neçə vakansiya vardı. Vakansiyaya müraciət edirdim. Sadəcə istədiyim nəticəni ala bilmirdim və yavaş-yavaş da məsələn ətrafdan insanlar görəndə soruşurlar da iş tapa bildinmi, harasa müraciət eləmisənmi kimi suallar verirlər və insanların da bu tip sualları vermək yeri gələndə insanı bir müddətdən sonra artıq sıxmağa başlayır. Çünki özünü biraz yetərsiz hiss etdirirsən ki, o situasiyada mən özümü belə hiss edirdim. Artıq öz, yəni ixtisasım üzrə iş tapa bilməyəndən sonra hardasa bir ay vaxtım buna gedəndən sonra artıq yavaş-yavaş qərar verməyə başladım ki, mən bacarıqlarımı müəyyən edeyim, yazım bir vərəqə. Görüm ki, mən başqa nə edə bilərəm burada rayonda, maddi, yəni pul qazanmaq üçün nə edə bilərəm. Başladım bir neçə bacarığımı yazmağa və gördüm ki, bacarıqlarımın əksəriyyətinin reallaşması üçün, yəni ilkin olaraq başlaya bilməyim üçün müəyyən bir maddiyyata ehtiyac var. Mənim də axırıncı işdən ayrılanda aldığım maaşdan qalan 100-150 manat pulum qalmışdı cibimdə. O qədərim var idi yəni. O qalan 100-150 manatımın hamısını mən birbaşa yatırdım bir bacarığımın üzərinə ki, görüm onu inkişaf elətdirib onun üzərindən pul qazana bilərəm yoxsa yox. Təbii ki, ilk başlarda alınmadı. Pulumu da itirdim, orada batırdım. Və beləliklə qaldım 0 manatla və risk elədim və hələ də işsizdim. Yenə də özümü çox narahat hiss edirdim və sanki bir nöqtədən sonra sanki mənə elə gəlməyə başlamışdı ki, mən bir də uzun bir müddət işləməyəcəm də, yəni ümumiyyətlə ömür billah işləməyəcəmmiş kimi bir aura gəlməyə başlamışdı mənə. Yəni hadisə başıma gələndən sonra fikirləşdim ki, qoy bir qeyri-ixtisas bir işə gedim, məsəl üçün satıcılıq, kassir bu kimi şeylərə gedim. Bəlkə orada yığdığım məbləğlə bu bacarıqlarımın üzərində işləyib nəsə edə bilərəm düşündüm. Bundan da müsbət bir şey ala bilmədim. Yəni ona uyğun bir şey tapa bilmədim rayonda. Bəzən şərtlərə uyğun gəlmirdi, bəzən məsələn mənim maaş məsələsi və digər şeylər, yəni maaş məsələsi orada yüksək bir gözləntim yox idi onsuz da, amma müəyyən şərtləri mənə uyğun gəlmədiyi üçün bəzi yerlərdə iş olmasına rəğmən yenə də işləyə bilmirdim. Bu vaxtda uzun müddətdən əvvəl, yəni bacarıqlarımın içərisində olan uzun müddətdən əvvəl bir Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkil etdiyi bir gənc təlimçilər məktəbi var idi. Mən oradan qeydiyyatdan keçmişdim və hardasa olar ki 4-5 aydır ki mən qeydiyyatdan keçmiş olardım və mənə oradan bir mesaj gəldi ki, mən 1000 nəfərin içərisindən seçilmiş 200 nəfər var idi. Onlardan biri də mən idim. Bu həqiqətən də mənə bir fəxarət hissi oyatdı. Özümlə qürur duyurdum ki, yəni 1000 nəfərin arasından seçilmişəm və bacarıqlarımın içərisində də təlimçi kimi formalaşmaq olduğu üçün o məni bir növ həmin situasiyalar üstə düşdüyü üçün niyə dedim ki, təlimçi üzərinə daha çox düşüb onun üzərində yəni bir enerji, bir efor xərcləməyim
etməyim deyə düşündüm. Amma yenə də mən bununla paralelində yenə də iş tapa bilmirdim. Əvvəllər mənim kimi işsiz olub, hal-hazırda işləyən bir sinif yoldaşımla görüşdüm. Sinif yoldaşım orada mənə dedi ki, Ceyhun, onunla bu məsələləri biraz danışdım, keçirdim narahatçılıqları falan izah elədim. Mən dedi ki, mən səni çox yaxşı başa düşürəm, eyni halları mən də yaşamışam. Bir şey deyim ki, məsələn, mən də sənin kimi düşünürdüm ki, mən də bir də heç vaxt işləyə bilməyəcəm, iş tapa bilməyəcəm. Amma dedi, bu deyən şəxs ibadətli birisi deyildi, amma Allah sənin üçün mütləq bir iş nəsib eləyəsi, sadəcə onun vaxtı var. Mən gedəndən sonra bu cümlə ətrafında biraz düşünməyə başladım ki, həqiqətən Rəbbim bəzi qulları vasitəsilə bizə mesaj göndərir. Sadəcə biz o mesajı açıq olub onu görmək də təbii ki, yenə bir Rəbbimizin nemətidir. Mən əvvəl, yəni bu mesajı almamışdan əvvəl həftədə 1-2 dəfə iş üçün dua edirdimsə Rəbbimə, bu mesajı aldıqdan sonra Rəbbimə bu şəkildə dua elədim ki, ya Rəbbi, mənim potensiallarımı ortaya qoya biləcəyim mənə bir iş nəsib elə. Və bunu mütəmadi olaraq təkrarlamağa çalışırdım. Amma paralelində də axtarışda idim və bunun paralelində elə GİK-ın özünün Qəbələdə olan filialında təcrübə proqramı var idi, başqa bir təcrübə proqramı var idi. Orada layihələrin təşkil olunması, onların təşkilatçılığın olunması, tədbirlərin və digər şeylərin hamısının bizi o cəhətdən də yetişdirəcək başqa bir rayonda. Birinci danışdığım Gənclər Təlimçilər Məktəbi onlayn üzərindən gedən bir prosedur idi. Yəni onlayn formatda biz keçirdik onları, materialları falan və digər məlumatları. İkinci danışdığım YİKM-da olan, yəni Gənclərin İnkişaf və Karyera Mərkəzində olan təcrübə proqramı əyani, yəni Qəbələdə bizim olduğumuz yerdə idi və mən bundan yararlanmağa başladım. Və burada mən hətta deyim ki, bəzilərinizi gətirsəydik ora, məsəl üçün ki, bu təlimdə, bu seminarda, bu tədbirdə otur, çoxlarımız oturmayasıydıq. Səbəb nədir? Çox sıxıcı olduğu üçün. Hətta mən sizə deyim ki, aralarında faydalandığım nəticələr, dərslər çıxardığım tədbirlər, seminarlar, təlimlər mütləq şəkildə olubdu. Amma sıxıldığım da olubdu. Yəni getmək istədiyim, amma gedə bilmədiyim səbəblərdən birisi olubdu ki, mən gənclərin çoxsunu ora gətirsəydim, onlar da sıxılacağını həm fikirəm ki, onlar da sıxılardı mənim kimi. Və burada sizə bir məlumatı vermək istəyirəm ki, mən məsələn orada bizim də, mənim özümün də, digər gənclərin də istifadə etdiyimiz bir söz var ki, yəni elə zənn edirik ki, bizim potensiallarımızı kimsə kəşf eləməlidir gəlib. Yəni biz bağlı qapılar arxasında durub onları gözləməliyik və onlar da bizim potensiallarımızı kəşf eləməlidir. Kimsə gəlib deməlidir ki, gəl bizim yerdə iş var, sənin nə gözəl potensialın var və gəl sən bizim yerdə işlə kimi bizə sözlər deməyini istəyirik və orada mən başa düşdüm ki, və mənim istəməyəsəm belə, məcbur qalsam belə bəzi təlimlərə, seminara qoşulmaqdan məqsədim o idi ki, auditoriya, insanlar və orada gələn digər yüksək vəzifəli şəxslər bəzən tədbirlərdə olurdu. Onların məni görüb, mənim simamı tanımasının mənim üçün faydaları olduğunu dərk elədim və hər daim orada bir növ özümü yaxşı mənada gözə soxmağa çalışırdım. Orada ki, qoy məni görsünlər. Ki, belə bir gənc var və bu falan işlər görür kimi özümü bir növ yaxşı mənada o satmaq deyirlər, satmağa çalışırdım orada. Və bizim gənclərə də bunu tövsiyə edirəm ki, maksimum bu kimi yerlərdə sıxılsanız belə bir müddət iştirak edin ki, insanlar sizi tanısın. Heç kəs tanımadığı insanın potensialına bələd ola bilməz. Biz özümüzü insanlara tanıtmalıyıq ki, onlar bizim potensiallarımızı bilsinlər və buna görə də mən sizə inandırım ki, siz əgər belə eləsəz, bir gün sizin qarşınıza həqiqətən sizin potensiallarınızı dəyərləndirə biləcək bir şəxs çıxacaq mütləq şəkildə. Və bundan sonra artıq 4-cü və 5-ci ayın daxillərində idi ki, aradan bir müddət keçəndən sonra mən bir iş yerinə hardasa 2 dəfə işlə bağlı müraciət etmişdim. Birində elektrik mühəndisi üzrə getmişdim, birində eyni iş yerindən söhbət gedir. Birində elektrik mühəndisi üzrə getmişdim, birində istədim ki, mənə hər hansısa bir iş verərdilər, onun üzərindən gedim ki, bunlar artıq təlimçi üzrə formalaşmaqdan baş vermiş hadisələrdir. Üçüncüsündə mən gedəndə artıq sırf təlimçi kimi getmişdim. Amma burada mən artıq təlimçi gedəndə mən GİK-ın Gənclərin İnkişaf və Karyera Mərkəzinin o təcrübə proqramlarında artıq mən təlimlər verməyə başlamışdım. Söhbət rayonda olandan gedir, həm də bizim onlayn olanlara biz sonda təlimlər veririk. Onlar təlimlərinə cəlb olunurum sonda 3 ayın nəticəsində və nəticə etibarilə mən özümü konkret bir təlimçi kimi formalaşdırdım, öz üzərində işləyirdim. Və özümü təlimçi kimi müraciət etmişdim. Mənim düz 45 dəqiqə müsahibəm olmuşdu. 45 dəqiqəlik müsahibədə məndən texniki bir sahədə oxuyan bir şəxsin gəlib təlimçi olmaq istəməsinin izahını istədilər. Bir növ mən o situasiyada da özümü qarşı tərəfə satmalı idim ki, yaxşı mənada. Onlar mənim potensiallarımı görsünlər və bu sahə üçün məni həqiqətən faydalı ola biləcək düşüncəsini onlara verməli idim. Ki, yəni bunu onlara göstərməli idim. 45 dəqiqə mənim müsahibəm olandan sonra aradan bir müddət keçdi, bir həftə qədər.
Bir həftədən sonra mən artıq dekabr ayından etibarən işə başladım. Bayaqdan danışdığım ta bu işə qəbul olma proseduruna qədərki müddətdə 5 ay keçib. Və sizə demək istəyirəm ki, mən diplomum olmayan bir yəni bir sahədə öz potensiallarımı inkişaf elətdirəkdən işə qəbul olmuşam və 5 ayın içərisində eləmişəm bunu. Və demək istəyirəm ki, əziz gənclər və iş axtaran hər kəs, rayon daxilində öz potensiallarınızı, mən rayona gəlmək istəyəndə mənə nə qədər tanış insanlar, yaxın insanlar məni eşidirdilər ki, artıq rayona qayıdıram. Mənə deyirdilər ki, rayona qayıtma, burada iş tapa bilməyəcəksən. Və mən də belə olduğu təqdirdə insan biraz tərəddüdlərim artmağa başlamışdı. Amma qulaq ardı eləməyə çalışırdım və hətta mən gəlib burada 5 ayki müddətdə 3-4 ayın içərisində ətrafda olan insanlara deyəndə ki, mən özümü təlimçi kimi formalaşdırıram, burada artıq mən təlimlər falan verəcəm düşüncəsini insanlara deyəndə mənə qayıdıb insanların bəziləri bunun burada alınmayacağını, mənim boş bir xüryada olduğumu belə deyənlər var idi. Amma mən bu insanların dediklərinin heç birinə fikir vermirdim və öz tutduğum yolu getməyə çalışırdım. Biraz əzmkarlığımı orada göstərməyə çalışırdım və demək istəyirəm ki, burada bu hekayəni danışmaq üçün, yəni danışmaqda məqsədim, yəni 5 ay müddətində özümü fərqli bir sahə üzərində öz potensialımı formalaşdırıb, öz bacarığımı göstərib işə qəbul ola bilmək məqsədim Allahın mənə nəsib elədiyi bir uğurumdur və bilirik ki, Rəbbimiz də bizdən istədiyi səfərdir. Biz səfərdən məhsuluq. Zəfər Allaha məxsusdur. Zəfər bizi qalib eləmək, məğlub eləmək Allaha məxsus olan bir şeydir. Bizim məqsədimiz o yolda bizim addım atmağımızdır. Sonda bu danışdıqlarımızı toparlayarkən onu demək istəyirəm ki, bu hadisəni danışmaqdan məqsədim əziz gənclər və iş axtaran hər kəs. Siz mütləq şəkildə öz üzərinizə işləyərəkdən istədiyiniz situasiyanı siz özünüz formalaşdıra bilərsiniz. Amma və mənim danışdığım hekayə sizin özünüzü gedin mənlə müqayisə edin, yəni o xalqın uşağı moduna keçmək istəmirəm. Sadəcə onu demək istəyirəm ki, mən eləmişəmsə siz bunu çox rahat eləyə bilərsiniz. Həqiqətən rahat eləyə bilərsiniz və mən icebergin sizə birbaşa görünən tərəfini yox, aşağıda icebergin alt hissəsində yaşadığım problemləri də biraz sizə verməyə çalışdım. Hamısını verə bilmirəm detallı şəkildə, amma sizə bir şey deyim ki, mənim o yaşadığım hadisələr yoxsuz qalıb həqiqətən iş tapa bilməyəcəyim düşüncəsindən keçirdiyim bir neçə, çox olmayıb, amma bir neçə gecəm olubdu. Və bunun üzərində düşündüyüm olubdu, pis olduğum, sıxıldığım vaxtların hamısı olubdu və bunun olması da normaldır. Və hal-hazırda mən artıq o situasiyaları artıq unutmağa belə başlamışam. Yəni çünki onlar mənim üçün önəmli deyil. Hal-hazırda mən öz potensiallarımın olduğu bir sahədə işləməyə başlamışam. Yəni özümün xoşbəxt olduğum bir sahədə. Və nəticə etibarilə bunu mən nə ilə qadir oldum? Allahın mənə bunun hansı formatda nəsib elədiyini sizə izah etmək istəyirəm. 1. Dua eləmişəm. Mütləq şəkildə dua. Amma burada dua 2 məna var. 2 cür dua var. Bir fe'li dua var və bir də sözlü dua var. Mən ikisini bir arada eləmişəm. Həm iş axtarırdım, həm sözlü şəkildə, həm digər şəkildə. Rəbbimdən dua eləyərək bunu istəmişəm və daimi şəkildə prosedurun içində olmuşam və ən əsası səbirli şəkildə özümdən mübarizə aparmışam və ən əsası da nədir? Bunların hər birinin üçünün yanında bəzən də insanın dəstəkləyici arxasında ona sən düz yolda gedirsən, sən yaxşı gedirsən, biz sənin arxanda deyəcək. Təbii ki, 1 ya da 2 nəfərin olması mütləq şəkildə önəmlidir ki, mən Allah həmd olsun ki, ətrafımda elə şəxslər var idi ki, mənim bu gedəcəyim yolu təsdiqləyirdilər və mənə inanırdılar ki, mən həqiqətən də bir müddət sonra bu sahə üzrə bir işə başlayacağam. Bu özü belə ətrafdan insanlardan bir nəfərin belə mənə bunu edəcəyimə inanması mənim belə bu işləri nəticə etibarilə sonda gözləntilərini qarşılamağıma gətirib çıxarmışdı. Bu gün sadəcə sizə bu danışdığım mövzuda bir balaca fərqindəlik yaratmaq istədim. Maaşdan şikayət edərəkdən, ümumiyyətlə şikayəti həyatınızdan çıxardaraq, şükürü həyatımızın mərkəzinə qoyaraqdan həyata artıq o perspektivdən baxmanızı tövsiyə edirəm. İş axtaran hər bir gəncə səbirli olmalarını, motivasiyadan düşməmələrini, daimi şəkildə çalışmalarını və həqiqətən də onlar layiqli şəkildə çalışarlarsa, Allahın onların əməyini və əziyyətini zayi etməyəcəklərini bilmələrini istəyirəm və buna görə də maksimum şəkildə çalışın və unutmayın ki, bizim sadəcə və sadəcə etməli olduğumuz öz üzərimizdə işləyib özümüzü formalaşdırmaqdır. Gerisi bizim orada məğlub və qalib olmağımız ancaq və ancaq Allaha məxsusdur. Məni dinlədiyiniz üçün çox sağ olun. Görüşmək ümidi ilə hələlik.